Salam, mən Şəhriyar Mirzəliyev. Bloger dərsliklərinə davam edirik. Demək, biz keçən dərslikimizdə yazı yazdıq, gördüyünüz kimi. İndi yenə daxil oluruq admin panelə. Gördüyünüz kayıt et yazısına keçən dərslikimizdə göstərdik və yayınla. Yəni ki, biz kayıt edəndə bunu yadda saxlayanda bunu yayınlamasaq da olar, yəni burada göstərməsək də olar. Sonra nə vaxtsa göstərə bilərik. Demək, bu ev işarəsi olan ön izləmə nədir? Bu bizim blogerin yəni görünüşüdür. Məsələn, statistika, neçə xəbər var, neçə şərh var və s. belə bir şeydir. Biz kayda da keçdik. Yəni yeni yayın yaz hissəsindən gördüyünüz kimi kayıtlar hissəsində dərslik var. Test, kompüter dərsləri, yəni açarsınız kimi. Buradan düzənləyə bilərik, görüntülə, yəni baxa bilərik, paylaş deyib profilimizdə paylaşa bilərik və yaxud da silə bilərik. Bu hissədə bu qədər və yaxud da bunu da qeyd edim. Buradan işarə edərək taslaq göndər desəniz, bu yayınlanmayacaq. Yəni taslaq yayınlama, sadəcə saxla kimi belə bir şey çıxır. Yəni əslində tam belə tərcüməsini bilmirəm sözümüzü. Amma əsas məqsədi odur ki, yəni bunu bloqda göstərmir. Səhifələr, yəni türk dilində olduğuna görə sayfalar. Səhifə nədir? Səhifələr bölməsinə daxil oluruq. Gördüyünüz kimi bizim heç bir səhifəmiz yoxdur. Məsələn, mən misal kimi göstərim sizə kompüter hocasına daxil olaq. Gördüyünüz bu haqqında, ana səhifə haqqında, IT vakans, kitabxana, istəklər, fikirləriniz, bunlar səhifələrdir. Yəni, belə desək, loru dildə bölmələr və yaxud da kateqoriyalardır. Məsələn, haqqında daxil olduqda, gördüyünüz bu yuxarı hissədə kompüterhodası.blogspot.com /p/haqqında gördüyünüz bu hissədə. Bu nədir? Bu P, yəni səhifə olduğunu bildirir. Page. Gördüyünüz buradan ayrı bir şey çıxdı ortaya. Tamam fərqli bir şey. Yəni tamam fərqli bir səhifədir. İndi biz bu səhifəni sizinlə açaq. Səhifələrə daxil olduqdan sonra bizim səhifəmiz olmadığına görə buradan yeni bir səhifə oluşdur deyə bilərik. Və yaxud da yeni səhifə dedikdə qarşımıza belə bir panel çıxacaq. Mən bu hissəni keçən dərslikdə sizə tam geniş izah etdim. Məncə bu hissəyə keçən dərsdə baxsanız tamamən izah etmişəm. Bu hissəyə izah etməyə ehtiyac yoxdur. Səhifə başlığı, yəni ki bizə nə görünsün onu seçirik. Biz gördüyünüz kimi burada haqqında .html və s. yazılır. Biz HTML zad yazmayacaq. Sadəcə bizə nə lazımdır onu yazırıq. Məsələn, mən haqqımda yazıram və heç bir şey başqa yazmıram və bu hissəyə hər hansı bir məlumat yazım. Bura məsələn nə yazaq? Elə yazaq dolduraq. Bilirsiniz ki, məsəl üçün göstərirəm mən. Bunu qalın edək. Bu hissəni başlıq edək. Və mən bir şəkil də əlavə etmək istəyirəm. Bloqumda olan şəkillərdən birini seçirəm. Seçdir, əlavə edirəm. Gördüyünüz kimi şəkil artıq əlavə edildi. Və yayınla deyirəm. Yenə kayd edə bilərik. Yəni kayd etdikdə yayınlanmayacaq, dərc edilməyəcək, yaddaşda qalacaq sadəcə. Ön izlə deyib, yəni baxa bilərik. Gördüyünüz kimi bizim səhifəmizdir. Burada ön izlə yazılıb. Seçənəklər bölməsində, səhifə ayarları seçənəklər bölməsində yenə keçən dərslikdə izah etmişəm, şərh icazə verilsin, verilməsin. Mən verilməsin deyirəm, çünki bu mənim haqqımda olan bir şeydir. Və yayınla deyirəm və gördüyünüz kimi artıq
bizim bir səhifəmiz yayınlandı, yəni hazırdır. Buradan düzənlə deyib düzəldə bilərik, görüntülə baxa bilərik, paylaşa bilərik və silə bilərik. Biz haqqında düzənlə deyək, düz yazmamışam, üzrlü sayın, güncəllə. Düzənlə dedikdən sonra, yazını yazdıqdan sonra güncəllə deyirik. Taslaq bildiyiniz kimi yenə qeyd edirəm, yəni görünməyən bir şeydir. Yayınla da yayınlaya bilərik. Bunun haqqında sözünün üstünə klikləyərək gördüyünüz bu hissə açılır. Aşağıda görüntülə deyirik. Və gördüyünüz kimi haqqında bölməsinə daxil olduq. Görürsünüz, burada şərh yeri yoxdur. Yəni haqqında bölməsinə kimsə şərh yaza bilməz. Biz bunu aktiv edib də baxa bilərik. Məsələn, seçənəklər, izin ver deyirik, tamam deyirik, güncəllə deyirik və yeniləyirik. Gördüyünüz kimi heç yorum yox, yorum əklə, yəni şərh yazıb yayınla dedikdə gördüyünüz kimi yayınlanır və silə bilərsiniz və s. düzənləyə bilərsiniz. Yeni əlavə etdiyib, yenə hər hansı bir şey yazıb yayınla dedikdə gördüyünüz kimi ikinci səhifə açıldı. Burada sizin səhifənin şərhlər görünür. Gördüyünüz kimi bir dənə şərh var. Bu statistikadır, yəni neçə dəfə səhifə baxılıb, yenilənib. Məsələn, bir dənə də yeniləyək və bloger adın panelində yenilədikdən sonra gördüyünüz kimi 4 dəfə, yəni səhifəyə neçə dəfə baxıldığını qeyd edir. Səhifə haqqında da bu qədər. Məncə səhifə haqqında başqa bir şey yoxdur. Bunu da bildiyiniz kimi işarə edib silə bilərik, tamam deyirik və səhifə silindi. Bu dərsimizdə bu qədər. Gələn dərsdə görüşərik.